Və istəyirəm bu cümə bir hədis Həzrəti Rəsulullahdan ərz eləyəm. Əbu Zərə öz nəsihətlərindən ki, buyurur Həzrəti Rasulullah: Ya Əbu Zər, İnnəllaha əzzə və cəl cəalə əhlə beyti fi ümməti kəsəfinəti Nuhin. Xudavənd əzzə və cəl mənim əhl-i beytimi ümmətimin içərisində Nuhun gəmisinə bənzədir. Mən rəkibəha nəcə, hər kəs ona daxil olsa nicat tapar. Və mən rəğibə ənha qaraq, hər kəs minməsə və daxil olmasa qərq olar. Və mislə bab-ı hiddətin, eyni Bab-ı hiddə kimi Bəni İsrailin, inşallah bunların hamısını tozih verəcək ki, Bab-ı hiddə nədir Bəni İsrail arasında. Mənim əhl-i beytim eyni Bab-ı hiddədir Bəni İsrail arasında. Hər kəs dəxələhu, hər kəs daxil olsa o qapıdan kana aminən, əmanda olar.